Mənim əzizlərim, mən hamınızdan fəxr eləyirəm. Tanıdım, tanımadım. İstənilən Kəlbəcəri tanıyanda, görüşəndə istər istəməz elə bilirəm ki, o mənim daxili aləmimdə ən əzizlərim kimsə onlardandır. Çünki bizim cəmaat ümumiyyətlə fəxr eləməli cəmaatdır. Kəlbəcər adı gələndə əksər cəmaat hamısı onun haqqında xoş fikirlər onlarda uyanır. Xoş belə məramlı fikirlər onlarda canlanır. Çünki Kəlbəcərlilər həmişə gözəl izlər qoyub Azərbaycan cəmaatının içində. Mən onunla fəxr eləyirəm. İstəyir adətimiz, ənənəmiz, qonaqpərvərliyimiz, dostluğumuz bizim həmişə sadiq olub, ideal olub, dəyişməyib, satılmayıb. Həmişə bizimkilərdə kişi xüsusiyyətləri bol olub. Allah bu bolluqları bizdən əsirgəməsin. Həmişə də bizim Kəlbəcərlilərin nəsli kökü onu davam elətdirsin. Əjdər, telefonum yandı, sənə qurban, səni salamlayıram. Telefonum yandı, içində nə külliyatım var, hamısı zibilə döndü. Sənin gözəl şeirlərin var idi, yığmışdım. O biri qardaşlarımızı tanır. Seçmə şeirlər var idi, hamısı getdi. Hərdən grupla əlaqəm olmayanda onlara bir qulaq asırdım. Yanıb tökülürəm. Evim gəlir, telefon cəhənnəmə, içindəkilər getdi. Həmçinin köhnə şəkillər zat var idi orada. Onlar hamısı getdi. Görmün onları kimlərdən, oradan, buradan nədər toplaya bilirəm. Nəysə, Əjdər, sağ ol, sənə qurban. Mənim haqqımda dediyim xoş sözlərə görə. Uşaqlar, çox sağ olun, sizə qurban. Sağ olun, minnətdaram. Mənim kimim var sizdən başqa? Heç kimim. Qoy bu əmoğlu olsun, bu xaloğlu olsun, bu qohum, əqrəbə, qardaş. Bunlar da bir dənə balaca bir kuruqdur da. Amma gör sizlə mən nə qədər tapmışam həyatda. Bu qədər böyük birlik, böyük bir arxa, böyük əzizlər. Gör bunu nətər unutmaq olar. Allah hamınızın üstündə olsun. Burada hissətdə olanlar qohumlarım, dostlarım və qonşularımdır bu dəqiqə hal-hazırda. Kimiydi qardaşlarımdan biri dedi özün haqqında denən. Dədəm Əmirxan Ayrım kəndində anadan olub. Müharibə verdi. Bu 50 il olub. İkinci qrup, sonra da birinci qrup almışdı. Qarabağ Vətən müharibəsi 50 idi. Əvvəllər kolxozda katib işləyib, nə bilim, buxalter işləyib, sonra o 52-ci illərdə zatta yol açılanda rapor nəzdində, nə bilim, o isklat adam sonra baxıb, sonra buxalter işləyib yenə də. Axır vaxtlarda Kəlbəcərdə buxalter işləyirdi, xəstəxanada biraz buxalter, sonra kassiyer işlədi. Bir ara zavqoz da olub. Onun da atası meyti kişi olub. Dəli bayramlar. Nə bilim, bizdə o qədər o qom əqrəbə şey olub ki, həm görün bir də başqa adda deyirdilər. Bayramlar, sonra nə deyirdilər? Yadımdan çıxdı. O məşhur kişilər hamısı, o qardaşlar, onların biri də bizim tayfa olub.
Ben de ki Kəlbəcərdə orada məktəbi qutarandan sonra Kəlbəcərə qayıtmamışam. 13 ilə institutu qurtarmışam. 3 dəfə qovalanmışam Zaxulika astıma. Əskərə getmişəm. Zaxulika astıma institutdan qovulan, KGB'nin padvalında yatan. Əskərə getmişəm. Komünist Partiyasına geçip gelmişəm. Sonra tezden Basdanavit olmuşam. Ustinov'un kabulunda oldum. Ustinov 76. yılda. Kreçko emri verdi askerlikten bırakılmak için. Ama o öldü. Ustinov onun emrini yerine getirdi. Ben bırakılanda askerlikten desantı vaiskada kulluk eləmişəm. Aviasiya. Marskoy desantı aviasiya. Oradan ben bir telegram gönderdim, beni kabul eləsin. Geldim Ustinov'un kabulunda oldum. Ustinov bir tane emir verdi. 3 gün müddetine Yunus'ta Basdanavit olsun. 3. defa Yunus'ta girdim. Ustinov'un emriyle. Böylece Yunus'u da kurtardım. Kurtaranda da tayinatımı verdiler bana su devri hekim. Ama ben ondan imtina elədim. Psikiyatriyada çünkü bizde talebeyken işleyirdik. Semaşka'da işleyirdik. Semaşka'da da kafedra var idi. Detskele'de de var. Uşak psikiyatriya kafedrası. Detsk psikiyatri çizgi şöbe oradaydı. Kafedra oradaydı. El özümde hem kafedrada işledim. Bir 3 yıl elave hekim kimi. Meşdağda bir 3 yıl işlemişim. Respublikanın başkan sultanı olmuşam. Bütün psikiyatriya sistemi zatamızı bakıp su devini işler. Oradan da gelmişim 15 yılların merkezi psikiyatriya hastahanasının klavraçı olmuşam. Oradan kayıtmışam, gelmişim burada. Bizim Sumgayit'ta psikonevroloji dispanser var. Gelmişim orada klavraç. Takiyem'in yanına bir yerde okumuştuk, dostuyduk. O beni getirdi buraya, koymadı orada Kürdemir'de kalam. Orada iskratlarım zam yandı, ne bileyim neyse. Ha. O vakti neyle buradayım, burada da gittim askere. Karabağ askerliğine. Kəlbəcər'deki faaliyetimi bilirsiniz. Sonra Kəlbəcər verilenden sonra tezden elan verdim, ordu yığdım. Geldim bağırır bağırsak istikametinde dövüştüm. Orada da kanduz yazal aldım. Azimov için orada yanımda olup. Sonra orada Nadir adında oğlan var idi, o rahmete gitti. Güçlü dövüşlerimiz oldu. Çiçeğli'ni aldık orada. Çiçeğli'de Ermenilerin ayağına zincir bağlamışlar Akov'un içiyle. Ki kaçabilmesinler, ölene kadar dövüşsünler. Hamza o zekler idi. Onlar çok amansız adamlarıydı. Neyse. Orada da elə pis kan tutuyorlar. Beni getirirler Toğanıya hospitala. 12 dakikadan sonra ben çıkandan sonra orada dağılar. Uşaqlarımız gələr. O biri tarafta da, o biri Kəlbəcərimizin o biri batalyonu da hemen vakti gelip çıkmıştı. O taraf nedir? Kəlbəcərin arkasına bu tarafa. Oraya da Kəlbəcər alınmıştı. Molotov'un kalkozu neydi oranın adı? Hallıkent, Kilseli kent, onu oraya gidip çıkmıştılar.
Oradan geceler birbirine transfer üstüne şeyler verirdik. Köyüne parollarımızı. Onlar benim parollarımı tanımıştılar. Onlar da hemen parolları verirdiler. Transfer üstü gülleler göyde akı görükür. Hele onlar orayla ilerleyirdi. Biz de buradan bağırı bağırsaktan ilerleyirdik. Hemen vakti Feracov Nizami de polislerimiz de orada var idi. Ha. O gün ne der lazımdı. Sonra Vakıf da orada oldu bir hayli. Vakıf bilirsiniz de bizde polis. Çahangirov. Ha. Hele sonra yaralanandan sonra sağalandan sonra tezden bir de batalyon yığdım. 173'ünün 702 idi 173'ünün nezdinde. Bu milli kahraman Fahrettin yoktu. Onun brigadasında 7. Rezerv Batalyonu. Ha onu diyeyim burada Ehliman yine alçaklık eledi. Ehliman kaçtı biz. Ehliman'ı tuttular elediler. Neyse Ehliman Halazoğlu zat bizi gülleliyirdi. Ermeniyle atışanda bakırdık arkadan bize gülleler atırlar. Neyse malum oldu ki bunlarıydı. Böyle böyle. Sonra da tezden oradan gitti 112 meyit çıkarttık. Kelbecerüz'den. Hemen o kışta ölenlerden. Biz geldik ki Gaydan'da geldik ki ateşkes elan oldu. Dünen bugün biz gelmişiz. Dünen ateşkes elan oldu. Ne kadar eledim koymadılar tezden biz Kelbecer'e girek. Çünkü 76 neferine gitmiştik. Ermeninin harda postları var. Her postta ne kadar adamı var. Ştabı harda. Ştabda rezerv kuvveleri ne kadardı. Hansın postta telefon var, hansında yok. 100% danırlarla gelmişti. Ne kadar eledik bizi koymadılar. Ben isteyirdim batalyonla girem Kelbecer'e. 100% Kelbecer'i bir gün içinde götürürdük. 100% idi ha. Çünkü hiç Türk kabağımızda tav getirebilmezdiler, azıydı. Tolgu postlarda 4 adam, 5 adam, patolog posta 6 adam. Kalanı hamısı 20-30 neferde şeydeydi. Dedi ştabda rezerv kuvveydi. Hiç tür bizden başarabilmezdiler. Ne kadar neyledim dediler yok ateş cezalan oldum beni bırakmadılar. Ondan sonra da bir 2-3 ay kaldım orada Gögöl'de. Gögöl'de avtobazı alıp maya vermişler. İşte 101 yoktu orada askeri müellimlerinin daçası. Oradaydık. Sonra bizi değiştiler Gögöl'de şeye verdiler. Avtovokzalı bize verdiler. Hem ştabımızıydı hem yatağı yerimiz hem oradaydı. Oradan biz peşkum yedirdik ziblenin başının üstünden keşfiyata girirdik içeri. Taşı maşınla koymurdular. Neyse çok hadiseler oldu, çok kırgınlar oldu, ne bileyim yaralananlarımız, adımız çok güzel maraklı hadiseler var. Bundan bağlı Şükürov'la alakalı ne bileyim ne hamısı bilir uşaklarımız. Ha. Neyse benim de tarihim böyledir. Şimdi de ki muharebeden sonra da Vankamat'tan hem Kubatlı'nın hem Sungayt'ın ikisinin harbi komiserliğinin tübe komisyasının sedir olduğum Gümrem neçe yıl. 2000. yıldan da oradan değiştim geldim narkoloji dispanseriydi hele orada başhekimliğim ediyorum halihazırda da buradayım, bulletindeyim. İşe çıkmıramsa çokluk ediyorum hele ki. Ne bileyim işlerimi senetlerde vermişim bir teka. İstiyorum Karabağ ellalım. Onu da kaytarırlar senetler, sevdi düzeltsinler, tezden göndersinler. Hele. 2 oğlum var, 2 kızım var. Hamza'nın ev eşiği var.
Kasıbçılığımızı eləyirik. Baxmayaraq həmişə vəzifə sahib olmuşam mən. Rüşvətə zada biraz başqa cür baxmışam. Bugünə kimi də Kəlbəcərlilərimizdən pul götürməmişəm. İstir varlı olsun, istir kasıb dəxli yoxdur. Həmçinin kasıblardan pul götürməmişəm bugünə kimi. Bəlkə aldanam, fikirləşəm ki bu varlıdır. Vidi fazonu mən avlada onlardan pul götürəm. Belə. Bu da mənim tarixçəm. Spartak adını da hələ institutdayken almışam. Çünkü o kasıbları kəsirdi müəllimlər, nə bilim nəymiş onların üstündə müharibə aparırdım. Onların qorxucusuydum. Kasıbların, yazıqların yəhələri, onlara yəhəlik eləyirdim. Belə. Sağ olun, sizin qadanız olun. Bilmirəm, qane elədi ya yox. Sağ olun. Spartak Kamil döyüşler başlayan zaman 92. yıllarda əynindəki ağ xalatı soyunub bizlərlə birlikte Kəlbəcərdə döyüşlerde iştirak elədi. Cəsur bir insan, qəhrəman bir insan, bu günləri torpağa qovuşdu, yeri cənnət olsun. Spartak Kamil demək olar ki, həmişə torpaq həsrəti ilə yaşayan bir insan olubdu. Kəlbəcər işğal olunandan sonra insanlarımız məcburi köçkün olduqda daima Kəlbəcər işğaldan azad olunması üçün həmişə içində bir üsyan edibdi, həmişə mübarizə aparırdı. Məhz buna görə də 2017-ci ildə Kəlbəcərdə ibarət olan Spartakçılar batalyonu biz bir araya gəlib Kəlbəcərin, Qarabağın işğaldan azad olunması üçün Spartak Kamil'in etrafında birleşip biz bir birlik yarattı ve sonra o birlik oldu Kəlbəcərə Qayıdı İctimai Birliği. Biz o birlikle birlikte bütün devletin güç strukturları, devlet binalarının karşısında, sevirliklerin karşısında Cenab-ı Ali Başkomandan döyüş emri ver, biz torpaqlarımızı işğaldan azad edeceğiz. Bak böyle bir şarlarla her gün demək olar ki bütün devlet binalarının karşısında biz aksiyalar, piketler getirirdi ve nihayet Cenab-ı Ali Başkomandan döyüş emri verdi ve bizim torpaqlarımız işğaldan azad edildi. Bəli, bu günləri bizim Qarabağımız ermənisizdir. Her yerde bizim bayraqlarımız, üç rəngli bayrağımız dalgalanır. Spartak Kamil getdi Kəlbəcəri ziyaret elədi. Ama bu günlər o Kəlbəcərsiz dünyası, hak dünyasına kavuştu. Yani o da istəyirdi ki Kəlbəcərdə yaşasın, məskunlaşsın. Bizim komandirimiz hakikaten böyük bir şəxsiyyət olubdu, böyük bir komandir olub, əsl komandir olubdu. Nəinki o istəyərdi ki həmişə qabaqda özü getsin, istəyərdi ki əskərinin birində ayağına bir taş dəyməsin. Ona göre de bizim her birimiz onu hürmetle, ikramla anacağı, o bizim için qəhrəmandır, Azərbaycan xalqının qəhrəmandır. Bu günler burada bir Türk oğlu yatır, yeri cennet olsun. Allah sizlere de var eləsin ki bu günleri Spartak Kamil'i son mənzilə yola salınmasında iştirak edirsin. Var olasın. Allah rahmet eylesin.